Diqqət Fransadadır. Fransa hökuməti böhran dərinləşir. Yeni baş nazir Sebastian Lecornu kabinetini elan etdiyi gün istefa verərək ölkəni siyasi qeyri-müəyyənliklə sürüklədi. Prezident Emmanuel Macron isə parlamentdə kompromis tapılması üçün 48 saatlıq vaxt verib, amma partiyalar arasında razılıq hələ də əldə olunmayıb. Vəziyyət Paris birjasına da təsir edib və siyasi 40 indeksi son bir həftə ərzində təxminən 1,3% dəyər itirib. Biz 30 sentyabr və bu günə olan göstəricilərə diqqət yetirsək, kifayət qədər enişin müşahidə etdiyini görə bilirik. Və Prezident Macronun qarşısında dediyimiz kimi 3 seçim var. Yeni baş nazir təyin eləmək, parlament seçkilərini keçirmək və ya prezident seçkiləri. Hökumət Fransanın iqtisadiyyatını bərpa edə biləcəkmi? Yoxsa geriləmə davam edəcəkmi? Və yaxud siyasi prosesdə Avropa iqtisadiyyatını hansı təsirləri göstərəcək? Avronun dəyəri itirməsi davam edəcəkmi? Almaniyadan iqtisadçı Murad Cəlalovun proqnozunu eşidirik. Buyurun Murad müəllim, eşidirik sizi. Avro məzənnəsi, ümumiyyətlə Avropa iqtisadiyyatı Fransada siyasi qeyri-sabitlik Avrozonaya və həmçinin Fransa dövlətinin istiqrazlarının qiymətlərinə böyük mənfi təsirlər göstərir. Avrozona təsirləri ondan ibarətdir ki, deməli, xarici investorlar ölkə daxilinə Fransaya investisiya etməkdən çəkinirlər, risklərin yüksək olması baxımından. İkinci faktor kimi, həmçinin də ölkə daxilindəki investorlar ölkənin sahib olduğu sahələrə investisiya etmirlər. Nəinki avroya, hətta heç ABŞ dollarına da investisiya olunmur. Xüsusən İsveçrə frankına investisiyalar olunur. Və üçüncü əsas faktor kimi Avrozonada İCB-nin daha da çox monetar yumşaltma siyasətini aparması göstərilir ki, bu da avronun dəyərdən düşməsinə, zəifləməsinə gətirib çıxarır. Və yaxud da vurguladığım kimi istiqrazların qiymətində mənfi təsirləri ondan ibarətdir ki, deməli, risklər böyüdükcə investorlar daha çox faiz dərəcələrini, gəlirliyin artırılmasını tələb edirlər və bu baxımdan artıq Fransanın bondunda, yəni istiqrazları ilə Almaniya bondu arasında böyük bir spread fərqi yaranır. Yəni ki, burada ask price and bid price arasında böyük bir fərqlilik yaranır. Yəni alış və satış qiyməti arasında böyük fərq yaranır. Və ən əsası, üçüncü əsas böyük nüans da Fransanın kredit reytinginin aşağı düşməsidir. Burada da Fitch reytingi öz statistikasını açıqladı. Deməli, Fransanın reytingi AA-dan 1A+-a qədər endirilmişdir. Bu da o deməkdir ki, ölkə daxilində, yəni Fransa daxilində və Fransaya kredit verilməsi riskli hesab olunur. Çox sağ olun Murad müəllim. Elə Fransada baş verənlər siyasi gərginlik avronun məzənnəsinə ciddi təsir etdi. Valyuta son günlərdə dollara nisbətən təxminən 0,7% ucuzlaşaraq 1,1665 səviyyələrinə indi. Ekspertlər bildirirlər ki, siyasi qeyri-müəyyənliklər davam eləyərsə, avronun dəyəri itirməsi prosesi daha da sürətləndirəcək. Bu saata nələr baş verir? Avro dediyimiz kimi 1,16 səviyyələrindədir, 0,3% bir eniş müşahidə edilir. Funt dollarla müqayisədə o da dəyər itiribdir. Türkiyə lirəsi maraqlıdır ki, nisbətən bağlaşır və 41-71 səviyyələrindədir. Rubl ucuzlaşır, həmişə olduğu kimi. Biz manatın digər valyutaların nisbətən məzənnəsinə diqqət yetirik. Dollar yenə də dəyişməz olaraq qalır. Manat avroya nisbətdə 1,97-48 civarındadır. Rubla nisbətən bağlaşıb 2,06-43-dür. Və nəhayət